Hər il minlərlə tələbə, yəni bəlkə də 10 minlərlə gənc, gələcəyini dəyişəcəyinə inanaraq ali təhsilin növbəti pilləsinə, magistraturaya üz tutur. Və təbii ki, bura sadəcə ümidlərini yox, həm də həyatlarının ən məhsuldar 2 ilini və minlərlə manat vəsaitini fəda edirlər. Düzdür, tamamilə elədir. Amma baxın, sizə desəm ki, bugün əksəriyyət üçün sonda aldıqları o diplom, o bərbəzəkli kağız, indiki əmək bazarında riyazi olaraq demək olar ki, heç bir dəyər daşımır, yəqin ki, çox da təəccüblənmərsiniz. Sözün düzü, reallığı bilənlər üçün bu heç də təəccüblü deyil. Ortada çox ciddi, necə deyərlər, dərin bir böhran var. Bəli, məhz bu böhran. Biz bugünkü dərin təhlil sessiyamızda o böhranın görünməyən tərəflərinə, sistemin içindəki mexanizmləri niyə sıradan çıxdığına baş vuracağıq, yəni magistratura oxumağa həqiqətən dəyərmi sualına cavab axtaracağıq. Özdə çox əsaslı bir mənbəyə istinad edərək. Ay sağ ol. Masamızın üzərində çox kəskin, hətta deyərdim ki, qəddarcasına dürüst bir analitik məqalə var. Təhsil eksperti, doçent İlham Əhmədovun qələmə aldığı Azərbaycanda magistratura təhsilinin böhranı, problemlər, həllər adlı bir təhlil. Bu məqalə belə deyək, sadəcə quru faktlardan ibarət deyil. Çox düşünülmüş bir diaqnozdur. Dəqiq və dinləyicilərimizə xüsusi müraciət etmək istəyirəm. Əgər siz təhsilə vaxt və pul yatıran, karyerasını qurmağa çalışan bir gəncsinizsə, yaxud komandanıza uyğun kadr axtaran işə götürənsinizsə, bu söhbət birbaşa sizin reallığınızla, sizin gələcəyinizlə bağlıdır. Hətta sadəcə cəmiyyətin gələcəyini düşünən hər kəs üçün kritik bir mövzudur. Elədir. Məqalə çox aqressiv, vurucu bir faktla başlayır, yəni müəllif birbaşa mətləbə keçir. Deyir ki, universitetlərdə magistratura üçün ayrılan yerlər ilbəil boş qalır və ora gedənlər də sadəcə kağız parçası, yəni diplom xatirinə gedir. Bəli, səbəb kimi də ən böyük problemi göstərir, magistratura sadəcə bakalavrın təkrarına çevrilib. Gənclər artıq düşünür ki, 2 il vaxt itirməyə nə ehtiyac var? Yəni problemin nüvəsi də elə buradadır. Baxın, normalda dünya praktikasında magistratura pilləsi tələbənin tamamilə fərqli bir kognitiv mərhələyə keçid olmalıdır. O məlumatı sadəcə əzbərləyən tərəfdən çıxmalıdır. Aha, yəni daha çox analiz edən tərəfə keçməlidir, düzdür? Tamamilə. Məlumatı sintez edən, elmi fərziyyə irəli sürən, tətbiqi layihələr idarə edən peşəkar olmalıdır. Amma məqalə çox acı bir reallığı göstərir. Tələbə auditoriyaya daxil olur və nə görür? Bakalavrdakı eyni müəllim, eyni köhnə tədris metodikası, eyni qiymətləndirmə sistemi. Sanki heç nə dəyişməyib. Sanki heç nə dəyişmir, sadəcə yekunda verilən diplomun üzərindəki o kiçik söz dəyişir. Bakalavr əvəzinə magistr. Bunun əslində niyə belə olduğunu, o mexanizmi anlamaq üçün biz biraz keçmişə getməliyik. Hə, o məşhur 90-cı illərin sonuna, düzdür. Bu sistemin bizdə qurulduğu ilk günlərə. Dəqiq. Çünki hər bir sistemin qüsuru adətən onun təməlində buraxılan səhvlərdən qaynaqlanır. O vaxt nə baş vermişdi ki? Mənə maraqlıdır, yəni necə oldu ki, biz bu vəziyyətə gəldik? Baxın, Qərb təhsil sistemləri bu 2 pilləli modelə, yəni bakalavr və magistratura modelinə keçəndə prosesi illərlə sınaqdan çıxarırdılar. Bütün kurikulumlar sənaye mütəxəssisləri, şirkətlər ilə birlikdə yazılırdı. Yəni əmək bazarının tələblərinə uyğunlaşdırılırdı. Bəli, milyonlarla investisiya edilir, laboratoriyalar qurulurdu, infrastruktur tam hazır olandan sonra keçid edilirdi. Müəllifin qeyd etdiyi kimi, bizdə isə bu keçid... Bizdə, belə deyək, bir gecədə oldu deyəsən. Təxminən elə, heç bir elmi tədqiqat bazası, real hazırlıq olmadan, sadəcə inzibati qaydada 2-3 ayın içində həyata keçirildi. Yüzlərlə proqram ancaq kağız üzərində hazırlandı. 2-3 aya proqram yazmaq, bu ki mümkünsüz bir şeydir. Elə buna görə də müəllif iddia edir ki, indiyə qədər görülən işlərin böyük əksəriyyəti, bəlkə də 90% səhv, keyfiyyətsiz və necə deyərlər, məsuliyyətsiz olub. Bu, mühərriki olmayan bir avtomobili kütləvi istehsala buraxmağa bənziyirdi. Xaricdən baxanda maşındır, forması var. Amma içində onu irəli aparacaq motor yoxdur. Ay sağ ol. O elmi tədqiqat və innovasiya mühərriki sadəcə mövcud deyildi. Yaxşı, gəlin bunu biraz açaq, yəni biraz ifadələşdirək.
Təsəvvür edin ki, çox sevdiyiniz bir filmin ikinci hissəsinə bilet alırsınız. Aha, maraqlı bənzətmədir. Böyük ümidlərlə popkornu da alıb zala girirsiniz, amma zalda işıqlar sönür, film başlayır və görürsünüz ki, tamamilə eyni ssenarini, eyni aktyorlarla, eyni dialoqlarla yenidən göstərirlər. Sadəcə afişadakı ad fərqlidir. Və siz o zalda əlavə 2 saat oturmağa məcbur edilirsiniz. Təbii ki, oturmaram. Qalxıb tinqaram. Bəs o zaman bir tələbə niyə buna görə ömrünün ən məhsuldar 2 ilini itirməlidir? Belə bir mühitdə gənclərin o diplom xatirinə oxuması ya da ümumiyyətlə oxumaqdan imtina etməsi əslində çox rasional, məntiqi bir qərar deyilmi? Tamamilə məntiqlidir. O filmin ən faciəvi tərəfi də odur ki, bəzi gənclər bu təkrarı izləməyə məcbur qalırlar. Çünki sistem onlara başqa bir real alternativ, çevik bir yol təklif etmir. Bəs normal sistemdə, yəni qabaqcıl ölkələrdə necədir? Dünyanın qabaqcıl universitetlərində o ikinci hissə tamamilə fərqli bir janrdır, fərqli bir dünyadır. Tələbə gəlib yenidən parta arxasında oturmur. O beynəlxalq layihələrin, startap inkubatorlarının, ciddi elmi müzakirələrin mərkəzinə düşür. Yəni nəzəriyyədən daha çox praktikaya, elmin tətbiqinə keçir. Dəqiq. O artıq bir tələbə deyil, bir tədqiqatçı kimi, peşəkar kimi formalaşır. Bizdə isə tələbə yenə dərsə gəlir, mühazirə dinləyir, konspekt yazır. Konspekt, yəni 21-ci əsrdə hələ də konspekt? Bəli, sonra da semestr sonu gedib standart imtahan verir. Müəllif xüsusi olaraq vurğulayır ki, heç bizim magistrantın yazdıqları dissertasiya belə real bir problemi həll etmir. Bu sadəcə formal bir imitasiyadır. Hətta elmi rəhbərlərin özləri belə o qlobal tədqiqat mühitindən uzaqdılar. Yaxşı, əgər universitet fərqli heç nə öyrətmirsə, bu tələbəni fərqli bir səviyyəyə qaldırmırsa, bəs bu gənclər əmək bazarına girəndə nə baş verir? İşə götürənlər bu diplomu necə qarşılayır? Çox sərt qarşılayır. Çünki əmək bazarı duyğularla və ya illüziyalarla deyil, nəticələrlə işləyir. Məqaləyə əsasən də deyə bilərik ki, bugün bazar o diplomu qətiyyən qiymətləndirmir. Yəni əmək haqqında heç bir fərq yaratmır? Demək olar ki, yox. Magistr dərəcəsi nə maaşı ciddi şəkildə artırır, nə də namizədlər arasında real bir səriştə fərqi yaradır. 2 namizəd təsəvvür edirəm. Biri 2 ilini ancaq nəzəri magistraturaya verib, digəri isə o 2 ildə gedib real layihələrdə işləyib. Təbii ki, şirkət ikincini seçəcək. Bəli, xüsusən də indiki süni intellekt, yəni C dövründə. İqtisadiyyat artıq o üzərində möhür olan kağızı yox, konkret, əllə tutula bilən bacarıqlar tələb edir. Əslində C inqilabı oyunun bütün qaydalarını dəyişir. Həm də necə dəyişir. Məqalədə də qeyd olunur ki, gənclər artıq 2 il auditoriyada oturub köhnəlmiş nəzəriyyə oxumaqdansa data elmi, rəqəmsal marketinq, kiber təhlükəsizlik kimi sahələrə yönəlirlər, proqramlaşdırma öyrənirlər. Yaxşı, bütün bunlar nə deməkdir əslində? Mənə elə gəlir ki, bəlkə də gənclər haqlıdır. Yeni iqtisadiyyatın, texnologiyanın sürəti o qədər dəhşətlidir ki, bəlkə də o 2 illik klassik akademik təhsil modeli ümumiyyətlə ömrünü başa vurub, ölüb yəni. Baxın, əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, müəllifin məqalədə irəli sürdüyü çox vacib bir konsepsiya var, missiya böhranı. Missiya böhranı, yəni universitet nə etdiyini bilmir. Təxminən elə. Məsələ təhsilin ümumiyyətlə ölməsi deyil. Təhsil həmişə lazım olacaq. Problem köhnə, sərt kurikulumların bugünkü rəqəmsal və sürətli reallıqla qətiyyən uzlaşmamasıdır. Sürətə çata bilmirlər. Ay sağ ol. Universitetlərdə innovasiya zəifdir, proqramlar multidisiplinar deyil və ən əsası, bəlkə də ən faciəvisi, sənaye ilə, real şirkətlərlə heç bir inteqrasiya yoxdur. Bizdə magistratura nə elm yaradır, nə də əmək bazarında sənə üstünlük verir. Problem artıq tam, necə deyirlər, ayna kimi aydındır. Bəs qlobal təhsil sistemi bu sil dalğasına necə tab gətirir? Yəni, dünya oturub bu böhranı izləmir ki, onlar magistratura modelini necə dəyişirlər? Dünya çoxdan bu reallığı qəbul edib və radikal islahatlara gedib. Müəllif məqaləsində bir neçə uğurlu xarici nümunəni xırğalayır. Məsələn, Skandinaviya ölkələri, Finlandiya və İsveç. Onlar həmişə təhsildə bir addım öndədirlər onsuz da. Nə edirlər onlar? Onlar sistemi tamamilə çevikləşdiriblər. Hibrid təhsil və qısa müddətli sertifikatlar, yəni mikrosertifikat modellərini keçiblər. Sən 2 ilini əvvəlcədən təyin olunmuş, qapalı bir proqrama həsr etməyə məcbur deyilsən. Gözlüyün necə yəni? Bəs magistr dərəcəsini necə alırlar? Tələbə özünə lazım olan, kiçik, lakin sənaye üçün kritik modulları seçir.
Tutaq ki, sənə işində məlumat analitikası lazımdır, gedib o modulu götürürsən. Sonra başqa bir layihə idarə etməsi modulu oxuyursan. Bu toplanan dərəcələr sonda birləşib sənin magistr dərəcəni formalaşdırır. Bax, məsələnin ən maraqlı yeri də elə budur. Yəni, mənim o bayaqki filmin ikinci hissəsi bənzətməmi kənara qoysaq, bu təhsil sistemini fix menyu olan, hamıya eyni yeməyi verən standart bir restorandan fərdiləşdirilmiş bir İsveç masasına çevirməkdir. Çox gözəl, tam yerində bir bənzətmədir. Sən o İsveç masasına yaxınlaşırsan və yalnız bazarda sənə lazım olacaq, sənin karyerana xidmət edəcək şeyləri seçib boşqabına yığırsan. Hamı eyni şeyi yemir. Bəli. Dünyada artıq universitet sadəcə bir tərəfli bilik ötürən fiziki bir bina deyil. O, fərdiləşdirilmiş bir səriştə və innovasiya platformasına çevrilib. Bəs Almaniya kimi nəhənglər, onların mühəndislik, sənaye gücü məlumdur, onlar necə fərqlənir? Almaniya modelində magistratura birbaşa sənaye layihələr üzərində qurulub. Tətbiqi tədqiqatlar aparılır. Tələbə həftənin bir neçə gününü universitetdə deyil, BMW, Siemens kimi böyük şirkətlərin laboratoriyasında konkret bir istehsalat problemi üzərində işləyərək keçirir. Yəni, diplom işi rəfdə tozlanmır, birbaşa zavodda tətbiq olunur. Bu ki möhtəşəmdir. Tam olaraq elədir. Singapur isə məsələyə tamamilə gələcək perspektivindən yanaşır. Onların fokusu birbaşa yaşıl texnologiyalar, məlumat elmi və süni intellektdir. Onlar sabahın iqtisadiyyatını quracaq kadrlar yetişdirirlər. Yaxşı, digər ölkələrin bu uğurlu, hətta deyərdim mükəmməl modellərini gördükdən sonra əsas sual yaranır, Azərbaycan bu uçurumdan necə çıxa bilər? Müəllifin Doçent İlham Əhmədovun təklif etdiyi konkret xilas planı nədən ibarətdir? Müəllif məqalənin sonunda çox aydın, 7 əsas bəndən ibarət bir çıxış yolu göstərir. Bu sadəcə kosmetik dəyişikliklər deyil, sistemin fəlsəfəsini dəyişəcək addımlardır. Gəlin onları bir-bir dinamik şəkildə üzərindən keçək. Birincisi nədir? Birinci addım magistraturanın tamamilə yenidən dizayn edilməsidir. Söhbət analitik düşüncə və tədqiqi tədqiqat əsaslı bir modelin qurulmasından gedir. Bakalavrın təkrarı bir dəfəlik ləğv edilməlidir. Aha, aydındır. İkinci bənd yəqin ki, o bayaq danışdığımız İsveç masası ilə bağlı da, hə? Belədir. Modul və çevik sistemin qurulması. O sərt 2 illik proqramlar ləğv edilməli, yerinə hibrid və toplanan dərəcələr sistemi gəlməlidir. Çox məntiqlidir. Bəs əmək bazarı ilə bağlı nə təklif edir? Çünki əsas qırılma nöqtəsi orada axı. Bax, üçüncü addım məhz odur. Tədrisin əmək bazarı ilə tam inteqrasiyası. Şirkətlər bu magistr proqramlarının hazırlanmasında birbaşa iştirak etməlidir. Yəni, universitet qapalı qapılar arxasında proqram yazmamalıdır. Sifarişi şirkət verməlidir ki, mənə hansı kadr lazımdır. Sonra? Dördüncü addım bəlkə də ən kritiklərdən biridir. Süni intellekt və rəqəmsal səriştələrin məcburi olması. İxtisasından asılı olmayaraq, yəni bir tarixçi və ya psixoloq üçün də. Bəli, istisnasız hər kəs üçün. Bu gün məlumatların təhlili bacarığı, yəni data analitikası hər kəsə aşılanmalıdır. Tarixçi də arxivlərdəki minlərlə sənədi analiz etmək üçün o rəqəmsal alətləri bilməlidir. Əla. 5-ci bəndə keçək. 5-ci addım həqiqi akademik mühitin yaradılmasıdır. Universitetlərdə seminar mədəniyyəti, açıq elm, debatlar olmalıdır. Tələbə passiv dinləyicidən aktiv tədqiqatçıya çevrilməlidir. Bax, bir dəqiqə. Məhz burada məndə çox ciddi bir sual yaranır. Bəlkə də bir etiraz. Buyurun. Müəllif yazır ki, həqiqi elmi mühit yaradılmalıdır, debatlar olmalıdır. Amma məqalənin əvvəlində biz qeyd etdik ki, o elmi rəhbərlərin özləri heç vaxt belə bir mühitdə olmayıblar. Hə, elmə maliyyə ayrılmayıb, beynəlxalq əlaqələr zəif olub deyə. Ay sağ ol. Yəni bu biraz yumurta toyuq probleminə bənzəmirmi? Özü bu mühiti görməyən akademik kadrlarla olmayan bir mühiti necə yaratmaq olar? Bu mümkünsüz deyilmi? Bu həqiqətən çox vacib və haqlı bir sualdır. Müəllifin fikirlərinə əsasaraq deyə bilərik ki, bəli, hazırda universitetdə elmi mühit yoxdur. Tələbə ancaq dərs və imtahan arasında vurnuxur. Bəs çıxış yolu nədir onda? Məhz buna görə də daxildəki o kiçik kosmetik dəyişikliklər və sadəcə iş görüntüsü yaratmaq heç bir işə yaramayacaq. Dərin struktur transformasiyaya ehtiyac var və o toyuq-yumurta xaosunu sındırmaq üçün müəllifin 6-cı təklifi işə düşür. Nədir o 6-cı təklif? Virtual və beynəlxalq modellər. Çıxış yolu
o mühiti kənardan idxal etməkdir. Xarici universitetlərlə ikili diplomlar yaradılmalı, tədrisə beynəlxalq ekspertlər və sənaye mütəxəssisləri cəlb olunmalıdır. Yəni sistemi qapalı mühitdən çıxarıb dünyaya açmaq lazımdır. Anladım. Sistemi havalandırmaq lazımdır bir növ. Bəs sonuncu, 7-ci addım nədir? Sonuncu addım diferensiallaşdırmadır. Bu o deməkdir ki, hər kəs eyni şeyi oxumalıdır. Hər kəs eyni qəlbə salınmamalıdır. Yəni, məqsədə görə fərqli modellər olmalıdır. Tamamilə. Akademiyada qalmaq istəyən üçün tədqiqatçı magistr, şirkətdə irəliləmək istəyən üçün peşəkar magistr, zavodda işləyən üçün sənaye və ya innovasiya magistri modelləri qurulmalıdır. Hədəfə uyğun alət verilməlidir. Bütün bu detalları xırdaladıqdan sonra gəldiyimiz mənzərə sözün düzü çox ciddidir. Magistraturaya marağın azalması, yerlərin boş qalması sadəcə universitetlərin qəbul planının dolmaması deyil. Qətiyyən, bu bilavasitə milli elmimizin, ali təhsilimizin, gələcək iqtisadiyyatımızın böhranıdır. Bəli, postneft erasındakı iqtisadiyyatımızdan danışırıq. Dinləyicilərimizin bir daha diqqətinə çatdırmaq istəyirəm. Əgər gənclər universitetdə karyera üstünlüyü, həqiqi inkişaf mühiti görməsələr, alternativ yollar seçəcəklər. Gedib beynəlxalq onlayn kurslar oxuyacaqlar və ya ən pisi Ölkədən gedəcəklər. Beyin axını daha da sürətlənəcək. ay sağ ol. Və bu cəmiyyətin hər bir fərdinin, elə hazırda bizi dinləyən sizin də həyatınıza təsir edəcək bir gələcək senarisidir. Güclü insan kapitalı olmadan heç bir cəmiyyət rəqabətə tabe gətirə bilməz. Çox doğru vurğuluyursunuz. Dəyişim qaçılmazdır. Ciddiyyət və peşəkarlıq tələb edir. Bugün təhsilin necə çevik modullara, rəqamsal bacarıqlara doğru getdiyini gördük. Məqalədən də aydın olur ki, 10 il sonra bəlkə də o klassik magistr modeli tamamilə sıradan çıxacaq. Böyük ehtimalla elə olacaq. Və mən bu məqamda, yəni söhbətimizin sonunda, dinləyicilərimizi tək başına düşünməyə vadar edəcək provokativ bir fikirlə baş-başa buraxmaq istəyirəm. Baxın, bəs görəsən, təhsil artıq illərlə oxunan diplomlardan yox, sadəcə modul layihələr və rəqamsal bacarıqlar toplusundan ibarət olarsa, gələcəyin o universiteti fiziki bir məkan olaraq ümumiyyətlə mövcudluğunu qoruya biləcəkmi? Çox dərin sualdır. Yoxsa təhsil tamamilə fərdi ekranlarımıza, notebooklarımıza və şirkətlərin ofislərinə köçəcək? Söhbət təkcə tədris metodundan yox, universitetin bir qurum kimi sağ qalıb qalmayacağından gedir. Məncə, bu barədə düşünməyə həqiqətən dəyər. Elədir. Düşünmək və indidən hazırlaşmaq lazımdır. Bəli. Bugün magistratura təhsilindəki böhranı məqalə əsasında xırdaladıq. Bu dərin təhlil səyahətində bizə qoşulduğunuz və reallığın pərdə arxasını bizimlə birlikdə araşdırdığınız üçün təşəkkürlər. Sağ olun, gələn görüşlərədək. Sağ olun.